Salam değerli izleyicilerim. Bugün ben size Sağolanda merkezi yola çok yakın olan belə bir gözəliyi təqdim edeceğim. Evimiz qapının altına kadar asfaltdır. Esas yola da çok yakındır. 139'a da çok yakındır. Evimiz 3 sotda inşa olunmuştur. Gel ile həyətə sahildən boşalınmış diye. Burada həyət üçün sahildən boşalıb içeride aksesuarlar hamısı quraşdırılıb. Evimizin sənədi paket kupçadır. İpotekaya tam yararlıdır. 3 sotla inşa olunup 2 mertebe. Bir keçək evimizin önündə tanış olaq. Gördüğünüz gibi kombine ulaştırılıb, işlək vəziyyətdədir. Evin qiyməti qoy bəri başlayalım. 150 bin manatdır. Qiymətli ev sahibi endirim eləyəcək. Bura birinci mərtəbə. Gördüğünüz gibi 2 metr 80 santim hündürlüğüdür. İstəsəz buranı ev kimi təmin edib istifadə edə bilərsiniz. Burada evin garajıdır. Evin arkasına geçmeye buradan yol var. Görürsünüz evin arkasına geçmeye de yer var. Arkasında da bir yer var. Geçen yine evin içinden tanış olan həyətə bir tane de bir böyle çek aydınlar. Tamam. Görürsünüz həyət doğrudan da çok güzel. Bu evi dikən adam bilirəm ki evi çok keyfiyyətlə inşa edilir. Bu evin sahibi həqiqətən çox keyfiyyətli ev inşa edir. Belə yox. Təzən bir də həyəti çək. Çox gözəldir. Belə geniş balkonu. Buradan mətbəxə keçin. Olmaz olmaz. Bura evimizin koridor hissəsi. Bura mətbəx, geniş mətbəxi var, işıqlı, balkona çıxış. Balkonu çək oradan genişlik. Evin kombisi quraşdırılıb, hal-hazırda işlək vəziyyətləri. Koridoru geçəcək. Bura zal. Zal maşallah olsun. Zalda belə böyük qonaqlıq eləməyə imkan var. Yəni genişlik. Burada lise. Sonra burada yatak otağı. Buranın alfası geldi. Deməli, bura evimiz 4 otaqdır. Burada bir yatak otağı var. Burada 3. yatak otağı. Burada hamam, sanitar, qovşaq. Evimizin qiyməti 150 bin manatdır. İpotekaya tam yararlıdır. Sənəd paket kupça hazır kupçadır. Torpağın da evində kupçası var. Qiymətli ev sahibi endirim eləyəcək.